Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi 17 bənddən ibarətdir. Onların məzmunu hələ ki ictimaiyyətə açıqlanmayıb. Amma sənədin hazır olmasını aylardır ki yubadan bəndləri təxmin etmək çətin deyil. Güman ki, bura ilk növbədə ölkələrin bir-birinə qarşı beynəlxalq məhkəmə iddialarını geri götürmələri və sərhəddə heç bir üçüncü tərəfə məxsus qüvvələrin yerləşməməsi daxildir. Həmin istilahın altında Azərbaycan o cümlədən də Avropa İttifaqının müşahidə missiyası adlanan kontingenti nəzərdə tutur. Həmin missiyanın rəsmi Bakının nə qədər narahat etdiyini Prezident İlham Əliyev bu həftə bir daha nəzərə çarpdırdı. Əslində Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitoring missiyası gecə-gündüz cəsus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitoring missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Yada salaq ki, bu ilin yanvarında Avropa missiyasının Ermənistandakı xidmət müddəti daha 2 il uzadılmışdı. Brüsselin İrəvanı silahlandırmaqda davam etməsinin fonunda həmin missiya daha şübhəli görünür. Avropanın sülh fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür. Birincisi, bunu kim yoxlaya bilər? İkincisi, siz onlara 10 milyon verirsiniz və sonra isə digər 10 milyon planlaşdırılır. Beləliklə, Ermənistana silah almaq üçün pula qənaət imkanı yaranır. Nəinki Fransa onlara məhvedici silahlar göndərir. Onda onlar bunu niyə edir? Onlar nəyə hazırlaşır? Əgər sülh istəyirlərsə buna ehtiyac yoxdur. Dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Üçüncü məsələ Ermənistanın konstitusiyasının dəyişdirilməsi, oradan Azərbaycana ərazi iddiaları ilə bağlı maddənin çıxarılmasıdır. Dördüncü məqam Minsk qrupunun ləğvidir. Rəsmi İrəvan bunları edəcəyini deyir. Amma sülh müqaviləsi imzalanandan sonra sual budur ki, onlara inanmaq olarmı? Axı biz onların sənədi imzalayandan sonra götürdükləri öhdəliklərdən necə qaçdıqlarını ən yaxın keçmişdə artıq bir dəfə görmüşük. ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyimiz aydındır. Hesab edirik ki, münaqişə imzalanandan, xüsusilə də sülh müqaviləsinin imzalanması kimi vacib addım atılandan sonra məsələ institusional planda da həllini tapmış olacaq. Ondan sonra daha ATƏT-in Minsk qrupuna ehtiyac qalmayacaq. Ona qədərsə Azərbaycan tərəfindən gördüyümüz destruktiv ritorika elementləri bizi narahat edir. Yalançıya yalançı olduğunu xatırlatmaq, destruktiv ritorika elementləri deyil, Minsk qrupuna heç bir ehtiyacın olmadığını Azərbaycan Prezidenti İlham Əliyev hələ 5 il əvvəl 44 günlük müharibədən dərhal sonra elə həmin qrupun həmsədrlərinə görüşündə bəyan etmişdi. Ermənistan isə hələ də bunu açıq və qəti şəkildə bəyan etmək istəmir. Niyə? İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bunu bir ayağını ərazimizdə yer saxlamaq üçün edirlər. Əlbəttə ki, virtual olaraq. Konstitusiyaya gəlincə, Ermənistan onu dəyişmək üçün 2026-cı ilin iyununda referendum keçiriləcəyini vəd edir. Amma bu vədə inanmaq olarmı? Söhbət Ermənistandan gedir axı. Vəd verib arxasından qaçan ölkədən. Üstəlik, Gallup International şirkətinin keçirdiyi sorğu göstərir ki, əhalinin 59,6%-i konstitusiya dəyişiklik edilməsinə qarşıdır. Sabah hakimiyyət bunu bəhanə edib, söhbətdən yayınmağa çalışsa necə olacaq? Belə xırdalıqları nəzərə alanda aydın olur ki, rəsmi Bakı niyə Ermənistanın nə vaxt və harda imzalayaq sualına cavab verməyə tələsmir? Sözsüz ki, biz sülh müqaviləsinin olmasını onlardan daha çox istəyirik, sülh sevərik. Mehriban qonşuluq Azərbaycan xalqının xarakterindən gəlir. Amma bizim bir qonşu ilə bağlı 2 dəfə səhv etməyə də haqqımız yoxdur.